Siqaretdən danışanda hər kəs deyir ki, siqaret xərçəngə səbəbdir. Amma görürük ki, illərlə, 10 illərlə, 80 yaşına qədər siqaret çəkən adam heç xərçəngi olmur, başqa xəstəlikdən ölür. Niyə? Siqaret çəkən adam enində sonunda ağciyər xərçəngi olur əslində. Yəni indi yəqin ki, bunu da deyəcəklər ki, mənim babam 80 il çəkdi, heç nə olmadı. Hamı onun mənə Biri gəldi. deyəcək, mənim babam 90 il çəkdi, heç nə olmadı və başqa şeydən dünyasını dəyişdi. Siqaret birinci növbədə ürək damar xəstəliklərinə zərər verir də. Yəqin ki, eşitmisiniz. Yəni 50, 60, 70 yaşından sonra 2-3 adamdan biri siqaret çəkibsə ürək damarlarına stent qoyulur. Hə. Yəni bu normaldır. Yəni siqaretə bağlı normaldır. Təbii ki, siqaret 20-30 ildən sonra bir kanser yaradır. Minimum bir adam 20 il, 30 il çəkməlidir ki, olsun. Adam var 20 yaşında başlayır, 50-də olur. Adam var 60-da olur. Adam var 70-də olur. İnsan var 80-90-da olur və bəziləri də olmadan dünyasını dəyişir. Ürək, ağciyər xəstəliklərindən dəyişir də. Siqaret çünki onlara da zərər verir. Əgər onlar ondan dünyasını dəyişməsəydilər, biraz artıq yaşasaydılar, xərçəng olasaydılar. Yəni sadəcə onu çatdırmırlar. Çatdırmırlar. Yəni mümkün deyil ki, siqaret çəkəsiz, enində sonunda ağciyər xərçəngi olmasın. Sadəcə onlar xərçəng etabına çatmadan ürək damar xəstəliklərindən dünyasını dəyişirlər. Məsəl üçün, mən indiyə kimi görməmişəm, siqaret çəkməyən adam mənim yanıma gəlsin də ağciyər xərçəngi olsun. Yaxşı, bəs bu statistikanı nəzərə alan var. Məsəl üçün, yəni, mən 20 ildə mən işləyirəm də. Yəni, siqaret çəkməyən adam heç vaxt ağciyər xərçəngi olmur. Mən görməmişəm də. Yəni bu statistikanı da nəzərə almaq lazımdır da. Yəni, bu dediklərim kitabla üst-üstə düşür.